Mən bu tarif şurası, biz hansımız bu tarif şurasına etirazımızı bildirdik ki, ay tarif şurası. Sana bitimizsə nədir onu da düzgün deyə bilmirəm. Bunlar gedirlər. Bu balığın mənşəyi, bu ikranın mənşəyi, bu qoyunu, bu heyvanı kəsdiyiniz mənşəyi tutup onu cərmələndirə bilirlər. Amma bunun qiymətindən danışmırlar. Demirlər ki, bunun qiymətini niyə qaldırdın? Bu kəndli, bu Lənkəran Astara zonası, mən özümdən deyirəm də, mandarin gələm. Orada 30 qəpikdir, 50 qəpikdir, şəhərdə 3 manatdır. Bunu deyən yox deyək, kəndli gətirib öz meyvəsini sata bilmir şəhərdə. Kəndli gətirib öz meyvəsini sata bilmir. Bir dənə gənclikdə palatka var, o palatkada biraz qiymətlər düşüktür. Bitdi, getdi. Yəni bir ölkədə, Bakı qədər böyük bir şəhərdə hamı gəncliyə mi gəlməlidir? Nərimanov icra hakimiyyətinin başçısının təşkil etdiyi o yarmarkada mı gəlib almalıdır? Tək oradır mı? Bazarlardakı olan qiymətlərdən alverçilərin, kəndlinin zəhmətinə qonmalarından xəbərsizsizmi? Niyə bundan danışır? Ay vəfanın dərdi, ay vəfa kimdən uşaq doğur? Dədəsi kimdir, nənəsi kimdir? Afət oturup burada Moskvada kimə sözünü deyir? Haqqını tələb eləyir, kimisə haqqına mı girir? Ay bundan bizə nə? Tolikdən bizə nə? Zaurdan bizə nə? Məsəl üçün bunların adını deyirəm ki, bunlar məndən yaxın olduqları üçün, yəni bir dənə mübarizə bunlarlandır. Ay gəlin mübarizəni aparın, insanların da xeyrinə geçsin də. Kim ürəyi istəyir, onu söyür, kimin ürəyi istəyir, bunu söyür, amma əsas ölkədəki problemlər yaddan çıxır. Siz də qurban olun. Siz nə düşünürsünüz? Mən ayda heç olmasa bir 3000, 4000, 5000, yəni ki, baxır ayına pul qazanan adamam. Bazardakı qiymətlər, marketdəki qiymətlər mənim əlimi yandırır. Bu 800 manada, 600 manada işləyən insanları bir özünüzü düşünün də. Siz əgər özünüzü düşünmürsünüzsə, bu qiyməti jappıltıla tık qaldıran sizi niyə düşünsün? Siz özünüzü düşünmürsünüz. Siz yalnız proqramlarda gedən, verilişlərdə olan olaylar ki, bu bunların işidir. Bu bunların işidir. Əslində onlara fəxri fərman verilməlidir ki, heç olmasa bu dərddən problemlər insanları bir balaca çəkirlər də, ayrırlar ki, başın getməsin, havalanmayasan, belə eləməyəsən də, dəli olmayasan. Gömrük rüsumları var. Yaxşı, gömrük rüsumları, hər şeyin qiyməti qalxır, amma bu sədərəkdə, binədə, bu alver eləyən insanlar sata bilmədiyi üçün qəpik, quruş qazanırlar, qəpik qazanırlar.